Peyğəmbər sallallahu aleyhi və səlləmin müsəlmanlara öyrətdiyi bir fiqhi qaydadır. O da dəvə ətini yeyəndən sonra dəstəmaz almağın gərəkməsi haqqındadır. Bəli, dəvə əti yeyəndən sonra dəstəmaz almaq lazımdır. Bu haqda Abdullah ibn Samura'nın hədisində gəlir ki, bir kişi Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləmdən soruşur ki, qoyun əti yediyim zaman dəstəmaz alınmı? Deyir, istəyirsən al, istəyirsən alma. Sonra isə soruşur ki, bəs dəvə əti yeyərkən dəstəmaz alınmı? Deyir ki, bəli, dəvə əti yediyin zaman dəstəmaz almalısan. Əziz həmvətənlərim, dedik ki, dəvələr haqqında hədislər çoxdur. Maraqlı hədislərdən biri də odur ki, dəvələr Peyğəmbər sallallahu aleyhi və səlləmi tanıyırdılar və onun Allahın elçisi olduğunu bilər və ona itaat edərdilər. Hədislərdən birində rəvayət olunur ki, sahabələrdən bəziləri Peyğəmbər sallallahu aleyhi və səlləmlə bir yerdə səfərə çıxırlar. Səfərə çıxan zaman bir divardan keçməli olurlar. Və bu divardan hamısı keçir, dəvə keçmir və dəvə itaətsizlik eləyir. Və sahabələr gəlib bunu Peyğəmbərə xəbər verirlər. Peyğəmbər deyir ki, hardadır o, məni ona tərəf aparın və aparırlar Peyğəmbər sallallahu aleyhi və səlləm o dəvənin yanına. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona yaxınlaşdıqda dəvə Peyğəmbəri görən kimi ona itaət eləyir və diz üstə çökür və Peyğəmbər sallallahu aleyhi və səlləm gəlib dəvəyə toxunaraq onun xitamını istəyir. Xitam odur ki, dəvənin burnundan və başı tərəfə keçən bir ipdir. İpdən və ya dəridən hazırlanan bir maddədir ki, onunla dəvəni tutub idarə etmək olur. Və Peyğəmbər onun xitamını istəyir və xitamını gətirirlər, onun burnu tərəfdən başına taxırlar və Peyğəmbər sallallahu aleyhi ve sellem onun xitamını verir dəvənin yiyəsinə və yiyəsi onu tutur aparır. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, göy və yer arasında elə bir canlı yoxdur ki, mənim Allahın elçisi olduğumu bilməsin, yalnız insan və cinlərdən olan şeytanlardan başqa. Allahu Ekber.